Kontakton və Bakı Elektroniksdən məhsul alanların və ya almaq istəyənlərin nəzərinə hər iki mağaza vətəndaşları çaşdırırmış. Dövlət Agentliyi onlarla bağlı tədbir gördü. Keçməzdən əvvəl burada plus işarəsini görürsünüzsə, ona toxunub kanala abunə olmağı unutmayın. Bakı Elektroniks mağazasında Yaşiro brendi adı altında satılan məhsulların Çində və Özbəkistanda istehsal olunduğu məlum olub. Mağaza isə həmin məhsulların reklamları zamanı Yapon keyfiyyəti, Yapon ənənəsi sözlərindən, ifadələrindən istifadə edib və həmin məhsulların güya Yaponiyada istehsal olunması təəssüratını yaradaraq vətəndaşları çaşdırırmış. Eyni zamanda Kontakton mağazalar şəbəkəsində isə Hoffman brendi adı altında satılan məhsulların əslində Çində istehsal olunduğu məlum olub. Qeyd edək ki, həmin mağazada isə Hoffman brendindən məxsus mallar Almaniyaya aid ifadə və təsvirlərdən istifadə olunmaqla qablaşdırılıb və vətəndaşlarda bu məhsulların Almaniyada istehsal olunması təəssüratını yaradıb və vətəndaşları çaşdırırmış. Hər iki mağaza barədə İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən tədbir görülür.